Finlandiya. Finlandiya bugün yüksək həyat standartları və təhsil sistemi ilə qlobal tanınmışlığa sahib dünyanın yaşamaq üçün ən əlverişli ölkələrindən biridir. Finlandiya Şimali Avropada və Baltik dənizi bölgəsində yerləşir. Ölkə şimalda Norveçlə, şərqdə Rusiya ilə, qərbdə isə İsveçlə həmsərhəddir. Estoniya ilə isə Baltik dənizi vasitəsilə su sərhəddi var. Finlandiyanın ərazisi, torpaqları və daxili gölləri ilə birlikdə 338,432 min kvadrat kilometrdir və ərazisinə görə Finlandiya Avropanın ən böyük ölkələrindən biridir. Finlandiya çox sayda gölə sahib olması ilə də məşhurdur. Ölkədə təxminən 188 min göl var. Bu da Finlandiyanı göl baxımından dünyanın ən zəngin ölkələrindən biridir. Finlandiyanın paytaxtı Helsinkidir. Helsinki ölkənin ən böyük şəhəri olmaqla yanaşı, həm də Finlandiyanın siyasi, iqtisadi və mədəni mərkəzidir. Şəhər həmçinin Baltik dənizinin sahilində yerləşir və Avropanın ən gözəl şəhərlərindən biri olaraq tanınır. Finlandiyanın əhalisi təxminən 5,6 milyondur. Ölkənin əhalisi müxtəlif etnik qruplardan ibarət olsa da, finlər əksəriyyəti təşkil edir. Finlandiyada insanlar ortalama 81 il ömür sürür. Bu da dünyada ən yüksək yaşam müddətlərindən biridir. Ölkə sağlam həyat tərzi, yaxşı səhiyyə xidmətləri və yüksək həyat keyfiyyətləri ilə tanınır. Bu amillər isə əhalinin uzun və sağlam yaşamasına kömək edir. Finlandiyanın rəsmi dilləri Fincə və İsveçcədir. Fincə ölkənin əksər hissələrində danışılan əsas dildir. Lakin İsveç dilinin də rəsmi statusu var və xüsusən ölkənin qərb bölgələrində geniş istifadə olunur. Karma iqtisadiyyatının hakim olduğu Finlandiyada adam başına istehsal digər Avropa Birliyi ölkələri ilə eynidir. Xidmət sahəsi ölkə iqtisadiyyatının böyük bir hissəsini təşkil etsə də, istehsalat sektoru da inkişaf edib. Finlandiya iqtisadi cəhətdən çox inkişaf etmiş bir ölkədir. Burada minimum əmək haqqı 1 saatı 8 avro təşkil edir. Əgər bir finli həftədə yalnız 4 gün işləyərsə, aylıq ən azı 2250 avro maaş alır. Bu da Finlandiyanın iqtisadi inkişafını və əmək şəraitinin yaxşı olduğunu göstərir. Minimum əmək haqqının 2250 avro ətrafında olduğu Finlandiyada ortalama maaşlar 6000 avro ilə 100.000 avro arasında dəyişir. Finlandiya yüksək adam başına gəlirə sahib bir ölkə olmaqla yanaşı, kasıb və zəngin arasında balansın çox yaxşı qorunduğu bir cəmiyyətə sahibdir. Finlandiya parlamentli respublika sisteminə sahib bir ölkədir və 1995-ci ildən Avropa Birliyinin üzvüdür. Ölkənin siyasi sistemində prezident və parlamentin birgə fəaliyyəti mühüm rol oynayır. Prezident xarici siyasət və təhlükəsizlik məsələlərində əsas qərarlar verir. Parlament isə daxili siyasət və qanunvericilik funksiyalarını yerinə yetirir. Finlandiya Avropa Birliyinin üzvü olaraq həm iqtisadi, həm də siyasi sahələrdə bir çox əməkdaşlıq və inteqrasiya imkanlarına malikdir. Bu da ölkənin beynəlxalq əlaqələrini gücləndirir və iqtisadiyyatını inkişaf etdirir. Finlandiya haqqında maraqlı faktlar deyiləndə ölkənin Lapland bölgəsinin Şaxta babanın yaşadığı yer kimi qəbul edilməsini qeyd edə bilərik.
Hətta Laplandın Rovaniemi kəndində Şaxta babanın yaşadığı simvolik bir evdə mövcuddur. Maraqlı məlumatlardan biri də Finlandiyada qazinolar dövlət tərəfindən idarə olunur və bütün qazanc xeyriyyə təşkilatlarına yönləndirilir. Bu, ölkədə qumar fəaliyyətinin tənzimlənməsi və gəlirin cəmiyyətdə faydalı sahələrə yönləndirilməsi məqsədini güdür. Daha bir maraqlı məlumat isə Finlandiyanın dünyanın ən təmiz suyuna sahib olmasıdır. Ölkənin içməli suyu, təbii resurslar və su tənzimləmələri texnologiyalar sayəsində çox yüksək keyfiyyətə malikdir. Finlandiyada içməli su demək olar ki, birbaşa çeşmələrdən içilə bilər və bu ölkənin əhalisinin sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. Finlandiya ümumi qaydalara əməl olunduğu və başqalarının hüquqları pozulmadığı təqdirdə sərbəst yaşaya biləcəyiniz dünyanın ən sakit, səssiz və ən təhlükəsiz ölkələrindən biridir. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olub dəstəkdə ola bilərsiniz.